Hər bir dövlətin və ya millətin özünə məxsus bir qəhrəmanı var. İngilislərdə bu Kral Arturdur, fransızlarda Napolyon. Almanlarda isə demək istəmirəm. Bizdə isə belə bir qəhrəman var ki, onu dost, düşman hamı tanıyır. Azərbaycan tarixində tarixi şəxsiyyətlər, hökmdarlar çoxdur. Amma biri var ki, o hamısından seçilir. O 3 yaşında yetim, 5 yaşında şeyx, Qızılbaşların şahı, Səfəvi dövlətinin qurucusu Əbülmüzəffər Mürşidi Kamil Şah İsmail Səfəvi Bahadır xandır. Bu gün onun doğum günüdür. Bu münasibətlə bütün qızılbaşları və Azərbaycan xalqını təbrik eləyirəm və sözümü Şah İsmailin bu bəndi ilə bitirmək istəyirəm. Xətaiyəm, ağatlıyam, sözü şəkərdən datlıyam, Mürtəza Əli zatlıyam, qazilər, deyin, şah mənəm.